Salam, sizlə Aqib Rəhimovdur. Bu gün mən sizə nəzarət olunan ətələ sistemindən danışmaq istəyirəm. Xatalı yerlərdə bu metoddan istifadə etmək olar. Birinci növbədə yol ayrıcılarını keçəndə bu metoddan istifadə edin. Nədir bu? Tutaq ki, siz yol ayrıcını 50 km sürətlə keçmək istəyirsiniz. Sürəti qaldırırsınız birinci yol ayrıcına çatmamış 60 km və keçirsiniz tormuza. Yüngülvari keçirsiniz tormuza. Sürət düşür 50-yə və siz yol ayrıcını 50 km sürətlə keçirsiniz, amma ayağınız tormuzdadır. Bu sizi nədən qoruyacaq? Əgər qırmızıya maşın çıxsa və yaxud piyada qəflətən qaçsa, reaksiya müddətiniz az olacaq. Yəni ki, o dəqiqə tormuzu basa biləcəksiniz və qəzadan qaça biləcəksiniz. Bundan başqa siz ayağınızı tormuza keçirdəndə arxada qırmızı ışıqlarınızı yanır axı. Arxadan gələn də özünü yığışdıracaq, çox sürətlə gəlməyəcək. Yəni siz maşını saxlasaz, o da saxlaya biləcək, arxadan sizi vurmayacaq. Bu metod məni və tələbələrimi illərlə qəzalardan qoruyur. Bu gündən sizi də qorusun. Diqqətinizə görə çox sağ olun.